Salam aleykum, hər kəsə salamlayırıq. Bugün Azərbaycan Yarış Güləşən Klubunun yarış mərasiminin yekünudur. İnşallah ki, təqdim etməmiz olacaq, təltif etməmiz olacaq, belə deyək. İnşallah ki, yer tutan qardaşların hamısını təbrik edirəm. İndi digər qardaşların hamısını uğurlar arzulayırıq. İnşallah qardaşların hamısının təltif edəndən sonra hər öz fikrini, öz sözlərini burada deyəcək. Ağsaqqallı Məşəd dayı da buradadır. İnşallah Məşədə açılış eləsin, Məşədə sözlərini, ürək sözlərini desin. İnşallah davamını sizlərə göstərəcəyik. Ha, salam aleyküm. Xoş gəldin Məşədə. Sağ ol, çok sağ ol kızım. Uğurlar her birimize arzulayıram. Allah köməyiniz olsun. Maşallah olmağı Azərbaycanımızda çox yaxşıdır. Şəxsən mən xoşdur. Bir dəfə başarı olmasın, İtalya'dan görmüştüm belə. İdman şeydi də, yarışıydı bu göyərçinlərdən. Orada bellərinə bağlayırdılar aparatura zaten. Yani dövlət səviyyəsində. Ben de istəyərdim ki, bu İdman İdarəsinin naziri baxsın, size yardım olsun. Yani dövlət səviyyəsində olsun ki, çok yaxşı olar. Vallahi bu idmandır da, bu elə böyle şey deyil. Sport güvəsinə də bunlar. Sport güvəsinə. Ay sağ ol. Məsləhətdir ki, kömək olsun da sizə, həm sizin için hoş olsun, hem de Azerbaycanımızın başının uzalığı olar. Ben böyle Yani bütün dünya ölkələrində var bu yarışda. var, sözsüz abi. Bu bizde de olsun. Bizde de olmağı yaxşıdır da. Tem böyle Biz əlimizə gəldiyi qədər müstəqil ölkeyi bize vacib lazımdır. Çünkü Allah Teala elə eləyib ki, zövq alırıq da bu işten. Zövqdür. Bu göyərçin sevənlər bilirlər ki, ne kadar bunda zövq var. Çok yaxşıdır. Bizim yarış haqqında öz fikirləri bildirdi bir iki kəlmə. Niyə təşkilatçılığımız, indi özümüz düzümüz Yo maşallah, həm də indi deyirəm atışımızı bir tər axır yoluna koymuşsunuz. Allah köməyiniz olsun. Allah sənin köməyin olsun. Yani bu dövlət səviyyəsində olsa həqiqətən düz deyirəm, laf yaxşı olur. Vallahi biraz da size yardım çok olar. Əsas sponsorlarımız olar, çok yaxşı olar. Allah xeyir versin. Allah köməyiniz olsun. Allah xeyir versin. Təbrik edirəm qalibləri. Birinci növ Xəzər maşallah Bağırov. Allah təbrik edirik Xəzər. Var olasın. Hamımızı təbrik edirəm. Allah xeyir versin. Əsas onu dua edirəm Allaha ki, sizin bu işləriniz uğurlu olsun. Yani daimi olsun əsas her zaman. Göyərçinlərimizin də qanatlarına qüvvət. Sağ ol baba, Allah razı olsun. Allah xeyir versin. Sağ olasın. Birinci etap 105 kilometre Hacıqabul bir saat etabında Nofər qardaş çempiondur, Cəbrayılov Nofər. Onu təbrik edirik. Gəlsin inşallah. Təbrik edirəm abi. Uğurlar olsun. Bu sənin kubokun. Bu da diplomun. Bu ikinci yerdə sənə vereyim. Çünki iki dəfə çağırmayayım sənə. Yəni ikinci yerdə sənindir. İkinci yerdə Nofər qardaşımızdadır. Yenə təbrik edirik onu. İkinci kuboku da əlləri yerləşməyəcək. Onu saxlayayım. Hep yaksanda dursun. Götür. Təbrik edirik. Yəni bu səsin düşsün. 105 kilometr Hacıqabul bir saat etabının üçüncüsü Cavit Rızayevdir. Qardaşımızı təbrik edirik. Təbrik edirəm səni qardaşım. Uğurların bol olsun. Ben de bütün yarışçılarına teşekkür ederim. Hamısını tebrik ederim. Bu hamımızın uğurudur. İnşallah ki belə deyək, bu 11 nəfər yarışırdıq. İnşallah sayımız artar. Gələcəyə belə deyək, bizim planımız olan 20 nəfərlə inşallah klubumuzu Davam edək inşallah. Ve yarışlarımızı devam edək. Hər kəsə uğurlar. Bir daha hər birinizə təşəkkür ederim. Çox sağ ol. İkinci mərhələ 240 kilometr ucar mərhələsidir. Bu mərhələdə üst diplomda, yəni birinci, ikinci, üçüncü yerdə Rızan qardaşındır. Rızan qardaşı dəvət edirik. Bu kuboklara baxış verəm. Çok sağ ol. Sənə təbrik edirəm qardaşım. Uğurlan bol olsun. Çok sağ ol. Ha, üçü də sənindir. Tamam. Baktım kazan. Çok sağ ol. Çok sağ ol. Allah razı olsun. Ben de her şeyi tebrik ederim. İstedim minnettarım. Sağ ol. Allah razı olsun. Sağ ol. Üçüncü mərhələ 340 kilometr Gəncə mərhələsidir. Orada da birinci Rızan qardaşındır. Rızan qardaş dəvət edirik bura.
Təbrik edirəm Çox sağ qardaş. olun, Allah razı olsun, minnətdarım. Kimsəydi? Üçüncü etap Gəncə etapımız idi. Onun 340 kilometrin ikinci və üçüncü yerləri Xəzər qardaş. Buyur qardaş. Bu ikinci yer. Təşəkkür edirəm sənə Cavit. Buyur qardaş. Olmuşsun saxla. Mən də hər birinizə təşəkkür edirəm. Bura gələn qardaşlara təşəkkür edirəm. Allah razı olsun. Yer planları, yer düşmənlərdə bütün qrupa qoşulmalardan hamısı təbrik edirəm. İnşallah ki, Biz də səni təbrik edirik. uğurlarımız daimdə olsun, bizim uğurludur. Belə deyim, gələcək illərdə sayımız çox olaraq və ümumən də belə deyək də nəticələrimiz yaxşı olaraq davam edir. İnşallah. Dördüncü mərhələ 440 kilometr Tovuz etabıdır. Tovuz mərhələsidir. Yenə burada Nofar qardaşım çempion oldu. Nofar Cəbləvi onu təbrik edirik. Dəvət edirik bura. Bir daha səni təbrik edirəm. Çox sağ ol qardaş. Ürək söylədi deyəsən zəhmət olmasa. Teşekkür ederim bir daha. Bu güzel kolektifin burada toplanması, bu sevinci paylaşmağı her bir komanda için bir stimuldu, bir manevi desteğiydi. Bizim komandamızda yeni üzvlərimiz var. Onlar bizim bu 2005-ci ilin yarışında böyük maraq kattılar, rengarenk oldu, daha rengarenk oldu bizim bu etapımız, daha maraqlı oldu. Bu işləri paylaşdık. Mən inşallah növbəti ildə bizim komandanın üzvləri, yeni üzvlərin də belə burada bu tərtib etmə prosesində inşallah görmək istəyirəm. Uğurları hamıya paylaşıram. Çox sağ olun sizlər üçün. 440 kilometr Tovuz etabının ikincisi və üçüncüsü Ruslan qardaşımız da Həmzəyev Bakıxanovdan. Onu dəvət edib bura, təbrik edirik. Səni təbrik edirəm. Qubokon, bunların burada sən ikinci qubokon. Öz sözləri, ürək sözləri buyurasan deyəsən. Amma xoş gəlib. Bu başqa bir sevincdir. Təbrik edirəm. Təbrik edirəm. Hamının uğurudur. Allah kömək olsun. Vallahi təbrik edirəm. 5-ci etapın, yəni son mərhələ 510 kilometr Qazax Qırmızı Körpü çempionu Xəzər Bağırov birinci yer təltif olunur. Maşallah olsun. Bir də onu da qeyd eləmək istəyirəm ki, hər biri var 2 illik, 3 illik quş yarışa 2025-in, yəni 3-4, maksimum 5 aylıq balanın bu nəticəni göstərməsi həqiqətən də qürur vericidir. Təbriklər olsun. Həqiqətən də mən özüm çox sevindim bu balanın gəlməyinə. Bala belə deyək, 4 ayın təzə tamamlamış baladır. Yəni, bu nəticəni bütün hamıya arzulayıram ki, belə bir nəticə göstərsin inşallah. Təşəkkür edirəm inşallah. Təbriklər. İkinci mərhələ 510 kilometr Qazax Qırmızı Körpü etabının ikincisi Rızan qardaşımızı, onlara dəvət edir Rızan Abbasovu. Təbrik edirəm ondan. Təbrik edirəm səni. Minnətdarım, Allah razı olsun. Xeyirli olsun. Şəklimizi çək. 5-ci mərhələ 510 kilometr Qazax Qırmızı Körpü üçüncüsü Cavid Rızayevdir. Qardaşımızı burada dəvət edirik. Təbrik edirik. Təbrik edirəm səni qardaşım. Bu da bala quşdur. Bu ilin ən yaxşı nəticəsi, ən yaxşı quşu belə deyək də, bütün etapların vaxtı və dəqiq yarışmış quşu Rızan qardaşdadır. Abbas Rızan, onu burada dəvət edirik və onu təbrik edirik. Məşəhət bayımız onu təqdim eləsin inşallah. Medalın, kubokların. Çox sağ olun, Allah razı olsun. Çox sağ olun. Səndir. Təbrik edirəm Sərizan. Təbrik edirəm. Yaxşı mən Sərizanım. Təbrik edirəm. Yəni çəkir. Siz bu nə? Yox, necə xəymən, necə? Çox sağ olun. Bu il mənim üçün keçdi. Gələn il hər birinizin inşallah quşuna qismət olsun. Ən yaxşı quş hamımızda var. İndi orada dəqiqə, saniyə, saat söhbəti var. Hamı bütün qrupun Allah canını sağ eləsin, qarşı var olasınız. Burada hamı əziyyət çəkir. Bir də mənim evdə kadr arxası görünməyən tələbələrim var. Qızım əziyyət çəkir. Quşları yarışın, hamısında o iştirak edir. Yəni bunların nəticələri
hamısının əməyində olan haqqı var. Yəni Məhkəməni salamlayıb buradan təşəkkür Mənə edirəm. də salam verin. Sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Hamımızın Allah canını sağlasın. Sağ ol baba, Allah razı olsun. Allah köməyiniz var olasın. Askasmanın ikincisi, yəni yarışın ən yaxşı ikinci quşu Nofay qardaşımızdadır. Onu da təbrik edirik, onu da bura dəvət edirik. Ona istəyən bəxtəyim zaten söyle. Qardaşım səni təbrik edirəm. İnşallah uğurların bol olsun. Yəni ən yaxşı nəticələrdən biridir. İnşallah bundan yaxşı nail olasın inşallah. Hamımız nail olaq. Teşekkür ederim. Bu arada veya fikrimden çıktı qeyd eləmək. Bütün bizim bu kubokların, sənədlərin, bütün prosesin formalaşmasında əziyyət çəkən qardaşlarımız var. Elə operator bütün prosesi qeydə alan, yarışı canlandıran Xəzər qardaş, Cavid qardaş, Rizvanın, uşaqların bir çoxunun burada əziyyəti var. Bu arada sizə də bir teşekkür ederim. Bizə təşəkkür edirik. Allah xoşunuz olsun. Biz hamımız evde oturduğumuz halde yani siz əziyyət çəkmişsiniz. Bu prosesi tam değerlendirmişsiniz. Sağ olun. Teşekkür ederim. Təşəkkür. Təbrik edirik. Və yarışın ən yaxşı üçüncü quşu Ruslan Həmzəyevdədir qardaşımızdır. Onu təbrik edirik. Uğurların bol olsun qardaş. Səni təbrik edirik. Ən yaxşı nəticələrdən biridir. Hamımızın nəticəsi. Buyur qardaş. Təbrik edirəm. Təşəkkürnamələrimiz var inşallah qardaşlarımıza. Emin qardaşı Ələşərov Emini bura dəvət edirik. Onlar da yarışda yarışıblar. Düzdür, bu il belə deyək də quş sayı az idi. İnşallah gələn ildə uğurlar arzulayırıq. Sənə təbrik edirəm qardaş. Hükümət yeni olduğu üçün, yəni bala alıb çıxarda bilmədiyimiz üçün bir quşla yarışdıq və 2 ay yarımlıq bala olduğu üçün itmə ehtimalı %100 riski aldıq, verdik. Həm də dostlardan geri qalmamaq, mənəvi də dəstək olmaq Bəli, bəli. istədim, geri Sağ olasın. qalmayayım. İnşallah gələn illəri var gücümüzlə. Yəni bu yarış bitdi, təqdimat olundu. Bugündən etibarən gələn mayına kimi yarış başlanır. Bəli. Yəni ki, əlavə olundu. Yəni başlanır necə? Yəni ki, Hazırlaşmaq lazımdır, bəli. Hazırlaşmaq lazımdır. Hamıya uğurlar, təbriklər hamıya. Sağ olun, çox sağ olun. Bu il bizə yeni qoşulan qardaşlarımız var. Təşəkkürnamələrdən biri də qoşulan qardaşımıza düşür. Onu da bura dəvət edirik, təbrik edirik. Öz təəssüratlarını bizdən bölüşsün, təbrik edirik sən qardaş. Öz təəssüratları bizdən bölüş, zəhmət olmasa. Çox sağ ol, təbii. Hamını salamlayıram. Allah hamıya can sağlığı versin. Başlar saqqal məsələsi olmaqla bütün quşbazları salamlayıram. İndi buna baxacaqlar. Allah hamıya can sağlığı versin. O kimdə ürəyi istəyir, qoşulmaq istəyən, bura layiq olan qardaşlar hamısı üzvüyə qoşula bilər Xəzər qardaşımızdan. Bir daha qaliblərə təbrik edirəm. Qeyd elədik ki, biz bu il qoşulmuşduq yarışmaya. Yenə də bu nəticələrə, bu təbəqəyə çatmaq üçün əziyyət çəkmək Bəli, lazımdır. Allah heç kimi əziyyət yerdə qoymasın. Bütün iştirakçılar, qaliblərdə təbrik edirəm. Sağ olasın, Allah razı olsun. Bizə təbrik edirik. Uğurlar olsun inşallah. Gələn yaxşı nəticələr olsun. Qoş-qoşlar demişəm. Təşəkkürnamələrdən də biri bizim Ruslan qardaşımıza düşür. Musayev Ruslana, onu da bura dəvət edirik, təbrik edirik. İnşallah gələn uğurlar olsun. Təbrik edirəm qardaş. Sağ ol qardaş. Mən də bütün qrupumuzu təbrik edirəm. Bu ili başa çatdırdı. Bütün yer birinci, yer ikinci, yer üçüncü, yer tam qardaşlar hamısını ürəkdən təbrik edirəm. İnşallah belə uğurlu nailiyyətlərimiz bol olsun. Sənə gələn illər üçün uğurlar arzulayırıq. İnşallah gözəl nəticələr arzulayırıq. Bütün kuşbazları təbrik edirəm. Bakı kuşbazları, Posta kuşbazları, buradan hamısına salam söyləyirəm. Aleykümselam. Allah razı olsun. Təşəkkürnamələrdən biri də Mehdi qardaşımıza düşür. Mehdi Əhmədova, o da bu il bizim yarışa qoşulubdur. Bir səviyyəmizdə quşu 340 km qədər yarışıb, onu saxlayıbdır. İnşallah gələn üçün uğurlar arzulayırıq. O nəticələrdə daimi uğurlar olsun, yəni belə deyək də. Təbrik edirəm sənə. Mən də bütün qardaşları, yer tutan qardaşları təbrik edirəm. Maşallah, baxıb sevinirik. Necə deyərlər, biz birinci dəfədir qoşulmuşuq, bu il birinci ilimizdir. Təcrübə toplayırıq. Sevinirik hamının əvəzən. Yer tutan, ümumiyyətlə, bütün komanda çox mehribandır. Hamı bir-birinin uğruna sevinir. Yəni, buna ancaq necə deyərlər, elə maşallah düşür.
İnşallah Yarış haqqında bir bala təəssüratlara bölüşəsən. Sənin üçün necə oldu yarış belə deyə? düz mən göyərçənin birinci Gəncə etabından gəldi, sonra saxladım bir quşam. Yəni onun sevincin gərək həmin vaxt orada yaşayasan da, belə dinlə demək olmur. Onu bütün qardaşlar bilirlər. Yəni, inşallah yer tutmaq üçün çalışarıq. Tələbələrdə də Allah razı olsun. Allah razı olsun. Allah razı olsun. Allah razı olsun. Mən Uğur olsun, təbrik edirəm. Çox sağ olun. Sağ olasın. Təşəkkürnamələrdən də biri İsa qardaşımıza düşür, İsa Əliyevə, onu bura dəvət edirik. İnşallah onu uğur arzulayırıq. Təbrik edirik səni. İnşallah çəyinlər üçün uğurlar olsun sənə, yaxşı nəticələr olsun. Amin. Amin. Mən də hamınızı təbrik edirəm. Budan, uduzan, nə bilim, 50-dən neçə keçdim. Hamınızı təbrik edirəm. Sağ olasın, təşəkkür ederim. Var olasın. Sağ ol. Rüfət qardaşımız burada yoxdur, Sultanlı. O Sumqayıtda olur, işlə əlaqədar gələ bilməyibdi. Ona da təşəkkür eləməsi bizdədir. İnşallah bizdən götürər. O qardaşı da uğurlar arzulayır, gələnlər üçün uğurları bol olsun. Və bizim burada belə deyək, kollektiv olaraq əziyyətimiz olubdur. Hər kəs əziyyət çəkibdi. Əziyyət olan hər kəsə təşəkkür edeyim. Allah razı olsun. Bunlardan biri də Nadir qardaşımızdır. Nadir qardaşımız bizim yolu boya əziyyətimizi çəkibdi. Bütün quşları aparmağa, bizi belə deyək də kömək eləyibdi. Gecə yol sürübdü. Allah canını sağ eləsin. Təşəkkür edirəm qardaş, var olasın. Onu da alqışlayaq bir dənə. Bizə dəstək olan hər kəsə təşəkkür edirik. Allah razı olsun hər bizdən. İnşallah ki, qoşulmaq istəyənlər də bizlə əlaqə saxlayıb bir yarışa qoşula bilərlər. Hər şey belə deyək, qaydalar çərçivəsində olur. Artıq adamlar bizə lazım deyil, gərəksiz adamlar lazım deyil. Normal şəkildə 20 nəfər belə deyək, olsa hal-hazırki vəziyyətdə 11 nəfərik. 20 nəfər bizə polunu bəs edir, belə deyək. Yarışların da marağa keçmək üçün, quş sayımızın çox olmağı üçün. İnşallah ki, gələcək illərdə bütün qardaşlara uğurlar arzulayıram, həmçinin özümə də. İnşallah izləmədə qalın, gələn yarışlarda müəllicə buna maraqlı olacaq Allah üçün. Təşəkkür ederim. Rızvan qardaşımızı tort kəssin inşallah. Hər kəsin uğurudur. Yəni, hər kəsin burada payı var. İndi mənə düşdü. Allah hamımızın canını sağ eləsin. Sağ olasınız, sağlam olasınız. Həmişə qrupumuz qabaqlara, irəli. Bundan da yaxşı nəticələrlə Ağzımızı şirin eləyək. Ağzımızı şirin eləyək. xeyirli olsun. Təbii ki, həmişə xeyir işlərdə iştirak edir. Bundan da yaxşı, bundan da böyük, bundan da böyük həllə. Sağ ol, Rızvan. Amin, sağ olasın. Rızvan da xüsusi təşəkkür edir ki, bugün bizi öz həyatında ağırlayıb, bütün əziyyətimizi çəkibdi. Allah səndən razı olsun. Var olasın. Ən çox əziyyət çəkən qardaşlardan biri də sənsən, var olasın. Bəli, atacağımız var bizim. Mənim özüm özür lazımsınız. Allah köməyiniz olsun, var olasınız. Həmişə xeyir işlərdə. Amin inşallah. Sağ olasın qardaş. Bu həyatım var.